Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 3 və 4-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 1. Təsvirlərə uyğun kəsirləri yaz, bərabər kəsirləri qeyd et. Birinci 9-da 6-dır, ikinci 3-də 1-dir. Bunlar bərabər deyirlər. 8-də 3-dür birinci, ikinci 4-də 1-dir. Bunlar da bərabər deyirlər. Üçüncüdə isə birinci 8-də 4, ikinci 4-də 2-dir. Bunlar bir-birinə bərabərdirlər. 2. Xanalara uyğun ədədləri müəyyən et və verilən kəsirlə bərabər kəsirləri yaz. 3-də 2-yə bərabər kəsir 6-da 4, 4-də 3-ə bərabər kəsir 16-da 12, 6-da 1 bərabərdir 30-da 5, 5-də 3 bərabərdir 30-da 18, 7-də 4 bərabərdir 17-də 14-də 8, 9-da 7 bərabərdir 36-da 28, yuxarıda və aşağıda olan xanaya vur 4 yazırsınız. Sonra 15-də 3 bərabərdir 5-də 1, 18-də 4 bərabərdir 9-da 7, 30-da 24 bərabərdir 14, 5-də 4, 32-də 16 bərabərdir 8-də 4, 35-də 20 bərabərdir 7-də 4, 48-də 32 bərabərdir 6-da 4 və o biri xanalarda böl 8 yazırsınız. 3. Verilmiş kəsirə bərabər olan kəsirləri haşiyəyə al. 4-də 1 kəsirinə bərabər olan 8-də 2 və 16-da 4-dür. B-də isə 5-də 2 kəsirinə bərabər olan 20-də 8, 25-də 10 və 45-də 18-dir. 4. Ədəd oxunda verilmiş nöqtələrə uyğun kəsirləri qeyd et və uyğun bərabərlikləri yaz. Aşağıdakılar 0, 8-də 1, 8-də 2, 8-də 3, 8-də 4, digəri 8-də 5, yox 8-də 6, 6-dır ora. Sonra yuxarıda 0, 4-də 1, 4-də 2 və digərdə 4-də 3. 8-də 4 bərabərdir 4-də 2, 8-də 6 bərabərdir 3-də 4. Aşağıdakı xanalarda yazırsınız. Yəni o aşağıda bərabərdir yazıblar və orada. Sonra ikinciyə baxaq. 0, 10-da 1, 10-da 2, 10-da 3, 10-da 4, 10-da 6, sonra da 10-da 8. Yuxarıya baxaq. 0, 5-də 1, 5-də 2, 5-də 3, 5-də 4. 10-da 4 bərabərdir 5-də 2, 10-da 6 bərabərdir 5-də 3, 10-da 8 bərabərdir 5-də. Keçək tapşırıq 5-ə. Verilən kəsirə bərabər bir neçə kəsir yaz. A. 8-də 4, 2-də 4-də 2 və 2-də 1 yaza bilərik və ya başqasılarına yaza bilərsiniz. Fərqi yoxdur. Mən sadəcə 2-dən yazmışam. B. 6-da 2-yə yaza bilərsiniz 3-də 1, 12-də 4. C-yə yaza bilərsiniz 7-də 4, ona yaza bilərsiniz 14-də 8, 21-də 12. D-də yaza bilərsiniz 12-də 8-ə, 6-da 4 və 3-də 2. Keçək səhifə 4-ə. Keçdik səhifə 4-ə. Altı rənglənmiş fiqurlar qrupdakı fiqurların hansı hissəsini təşkil edir? Uyğun kəsirləri yaz. Fiqurların 4-də 3 hissəsi rənglənmiş qrupları haşiyəyə al. Birinci 8-də 6-dır, ikinci 6-da 5, üçüncü 10-da 3, dördüncü 12-də 9-dur. Və birincidə və dördüncüdə 4-də 3 hissəsi rənglənib. Ona görə onları haşiyəyə alırıq. 7. Hərflərin yerinə elə ədəd yaz ki, bərabər kəsir alsın. 2-də 1 bərabərdir 4-də 2-yə. A-ya 2 yazırsınız. 5-də 2 bərabərdir 20-də 8-ə. B-yə 20 yazırsınız. 6-da 4 bərabərdir 3-də 2-yə, qısa 2.
Y 3'də 1 bərabərdir 15'də 5. Y-ə 3 yazırsınız. 5'də 5 bərabərdir 7'də 7'yə. Z-ya 5 yazırsınız. 18'də 12'yə bərabərdir 9'da 6. N-ə 9 yazırsınız. 3'də 3 bərabərdir 5'də 5'ə. C-yə 5 yazırsınız. 40'da 12 bərabərdir 10'da 3'ə. M-ə 3 yazırsınız. 8 boş xanalara uyğun ədədləri yaz. 12'də 6 böl 6 bərabərdir 2'də 1'ə. 18'də 2 bölünsün 2, 9'da 6 bölünsün 3 bərabərdir 3'də 2. 50'də 10 bölünsün 2 bərabərdir 25'də 5 bölünsün 5 bərabərdir 5'də 1. 48'də 36 bölünsün 3 bərabərdir 16'da 12 bölünsün 2 bərabərdir 6'da 8, 8'də 6 bölünsün 2 bərabərdir 4'də 3. 9 kəsirləri ixtisar et. 10'da 4 bərabərdir 5'də 2, 9'da 3 bərabərdir 3'də 1, 12'də 9 bərabərdir 4'də 3, 18'də 15 bərabərdir 6'da 5, 25'də 20 bərabərdir 5'də 4, 21'də 14 bərabərdir 3'də 2. 10. Verilən kəsirləri ixtisar olunmayan kəsir alınana qədər ardıcıl ixtisar et. 45'də 27 bərabərdir 15'də 9 bərabərdir 5'də 3. 54'də 36 bərabərdir 18'də 12 bərabərdir 6'da 4 bərabərdir 3'də 2. 56'da 28 bərabərdir 8'də 4 bərabərdir 2'də 1. 11. İxtisar olunmayan kəsirləri qeyd et, digər kəsirləri isə ixtisar et. İxtisar olmayan kəsirlər 3'də 2, 8'də 3, 15'də 11 və 16'da 15'də. Və digərlərini ixtisar edirik. 6'da 4 bərabərdir 3'də 2-yə, 12'də 10 bərabərdir 6'da 5-ə, 14'də 7 bərabərdir 2'də 1-ə, 36'da 18 bərabərdir 2'də 1-ə. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.